Elhamdülillahi Rabbil alemin. Ve salatu ve selamu ala eşrefil enbiyai vel murselin. Nebiyyina Muhammed ve ala alihi ve sahbihi ecmain. Kardeşlerim, hamdolsun Allah'a, alemlerin Rabbine. Elhamdülillah bize vermiş olduğu bütün nimetlere göre. Ələ xüsus da əmnamanlıq neymətinə görə. Xüsusilə əmnamanlıq neyməti, elhamdülillah bu diyarlarda bizi əmnaman edən, xeyir, bərəkət üzərində edən Allaha, aləmlərin Rəbbinə sonsuz dərəcədə həmdlər və şükürlər olsun. Ki, hər bir halımızda, gözəl bir şəkildə Allah Azza və Cəlləyə ibadət üzərində, itaət üzərində yaşaya bilirik. Ölkəmizin istədiyimiz bir yerinə, əmnaman bir şəkildə, istər gecəsində, istərsə də gündüzündə səfər edə bilirik. Və qardaşlarıma elhamdülillah kiçik və qısa bir nəsihət etmək istəyirəm. Lakin hansı ki öz içərisində böyük bir əzəmətli faydalar daşıyır, əzəmətli bir nəsihətlər daşıyır. Qardaşlarım, sələflər hansı ki bizim ümmətin öndərləri, imamları, öndə gedənləri bu ümmətə xeyir üzərində xeyirlər istəyiblər. Onun üçün bu ümmətin kişilərini və qadınlarını, oğul və qızlarını, yaşlı və cavanlarını, hər birini ən gözəl bir şəkildə onlara nəsihətlər edərək yönəldiblər. Qardaşlarım, salih sələflərin nəsihətləri bizlərə çox əzəmətli olan və həmçinin içərisində bərəkət daşıyan nəsihətlərdir. Onun üçün biz qardaşlara tövsiyə edəndə deyirik ki, sələflərin, öndər imamların nəsihətlərinə, sözlərinə, bizə tövsiyələrinə, yönətmələrinə qulaq asın və diqqət edin. Çünki vallahi qardaşlarım, təmiz qəlbdən dilə tökülmüş, sonra isə sevdiklərinə yönəldilmiş bir nəsihətlərdir. Əgər bir nəsihət səmimi qəlbdən gələrsə, doğru danışan dildən tökülərsə və sevdiklərinə yönəldilərsə, vallahi onun həm bərəkəti əzəmətli olar, həm təsiri də böyük və möhtəşəm olar. Çünki qardaşlarım, təmiz qəlbdən gəlmiş, gözəl dildən tökülmüş nəsihətlər idi. Hansı ki qardaşlarım, imani nəsihətlər idi, imani tövsiyələr idi. Və həmçinin qardaşlarım, onların tövsiyələri, nə üçün onların etmiş olduğu tövsiyələr insanlara təsir edirdi? Baxırsan, məsələn, günümüzdə insanlar yüzlərdən tövsiyələr edir, lakin bir sahabinin adını çəkib sözü dedikdə, hansısa bir böyük sələfi alimlərin və imamların adı çəkilib sözlər deyildikdə, görsən qarşıdakı elhamdülillah haqq kəlmələrə, kitab və sünnə üzərində tabi olur. Tabi olur, çünki qəlbinə gedir. Çünki qardaşlarım, onlar etmiş olduğu nəsihətlə İslamın izzətlənməsini istəyirlər, nəfslərinin üstün tutulmasını yox. Özlərinin öndər olmasını, alim deyilməsini, üstün bir şəxsiyyət kimi müraciət olunmasını istəmirdilər. Onlar cəhalətin aradan getməsi üçün nəsihət edirdilər. Onlar tövhidin qəlblərə girməsi üçün, şirkin aradan qalxması üçün, bidətin rəzil olub alçalması, paramparça olub ortadan getməsi üçün nəsihət edirdilər. Onun üçün qardaşlarım, onların nəsihəti, elmlərinin dərinliyi var idi onlarda. Dediyi sözləri bilirdilər və demiş olduğu sözlərin amili idilər. Əməl edirdilər onlara. Əməl etdiklərinin arxasında dururdular. Onları nəsihət edirdilər. Onun üçün qardaşlarım, bu nəsihətlərin böyük bir təsiri olurdu qəlblərə, insanlara. Və qardaşlarım, bu nəsihətlərdən biri də bir kişi İbn Umara, Allah ondan və atasından razı olsun, ona yazır ki, mənə nəsihət et və mənə elmi bütünlükdə yaz. Mənə elmi bütünlükdə yaz. Elm nədir? Elmin nə olması barədə mənə xəbər ver. Elmi öyrət. Mən oxuduğum zaman bilim ki, elm nədir? Elmi bütünlükdə mənə xəbər ver. İbn Umar, Allah ondan və atasından razı olsun, deyir ki, elm çoxdur. Elm çoxdur, elm böyükdür. Yəni, onu hansısa bir şeylərdə hasr etmək, neyəsə bağlamaq, bu mümkün deyil. Çünki elm genişdir, Allahın dini, şəriəti
bütün elmlər, hər biri bir yerdə bir insanın yazıb kiməsə tövsiyə edəcəyi bir qədərdə deyil, çoxdur. Lakin 4 nəsihət edir. Hansı ki, elə bir nəsihətlərdir ki, vallahi, insan buna əməl etdiyi zaman özünü, dinini, cəmiyyətini, millətini, digər müsəlman qardaş və bacılarını qoruyur. Bu önəmlidir, qardaşlarım, bu önəmlidir. İnsan buna diqqət etsə. İlk öncə deyir ki, qardaşlarım, əgər Allah Azza və Cəlləyə kimsənin qanını axıtmadan, kimsənin qanının axıdılmasına səbəb olmadan, kimsənin haqsız yerə qanına bais olmadan qovuşa bilirsənsə, qovuş şuna. Birinci nəsihət budur. Müsəlmanların və insanların qanlarının qorunması. Allah qarşısına kiminsə qanının axıdılmasıyla və ya orada iştirak etməklə, haqsız yerə bir kəsin öldürülməsində iştirak etməklə sənin onda əlin olmasın. Bu önəmlidir, qardaşlarım. İnsanlar vallahi bu məsələdə çox səhlənkar davranırlar. Xüsusən də, qardaşlarım, bidətə düşən, bidət əhli olan, istər xavariclər olsun, istər digərlər olsun, xüsusən müsəlmanların qanlarında bu işə elə də böyük bir önəm vermirlər. Sonra isə, qardaşlarım, deyir ki, insanların malını batil yerə, qarnına doldurmadan Allaha qovuşa bilirsənsə, bunu et. İnsanların malını batil yerə yemə. İnsanları allatma. Haqsız yerə mallarını alma. İstər bu yetim olsun, istər digər müsəlmanlar olsun, bu şəkildə getmə. Çünki, qardaşlarım, insanın ağzına qoymuş olduğu loxma tək bir yeməkdən ibarət olan bir məsələ deyil. İnsan düşünsün ki, bugün yedim və salam bitdi. Buna bağlıdır sənin duaların, buna bağlıdır sənin ibadətin, buna bağlıdır bədəninin yetişməsi və böyüməsi, buna bağlıdır haramlarla yetişən, böyüyən hər zərrənin cəhənnəm odunda yanması. İnsanların malını batil yerə yeməyin, Allah Azza və Cəllə deyir. Batil yerə insanların malını yeməyin. Və həmçinin, qardaşlarım, duaların qəbul olması. İnsan nə istəyir? Allah Azza və Cəlləyə yalvarmaqda, əlini açmasında, qəlbini yönətməsində, istəklərinin verilməsinin tələbində bir tək arzusu var. Allah qəbul etsin. Lakin insan duadan öncə qarnına gedənə, boğazından keçənə diqqət etməlidir ki, səsi göylərə ucalıb, göylərin qapısını döysün. Hər qardaşlarım, səs göylərə ucalmaz. Bəzi səslər var ki, başının üstündən daha yüksəyinə qalxmaz. Çünki Muhammed sallallahu aleyhi ve sellem, qardaşlarım, biz şəriətimizdə duanın qəbul olma səbəbləri var. Allahın kitabına baxdığımız zaman, Muhammed sallallahu aleyhi ve sellemin sünnəsinə baxdığımız zaman görürük ki, bizə çoxlu bəyanlar gətirilib. Sünnədə, Allahın kitabında, Rasulunun sünnəsində dua etdiyin zaman necə edəcəksən, hansı səbəblərdən tutacaqsan ki, sənin duan qəbul olunsun. Onların içərisində, qardaşlarım, əllərin Allaha açılmasıdır. Ya Rab, ey Rəbbim deyərək Allaha müraciət edilib istənilməsidir. İnsanın səfərdə musafir olmasıdır. Kasıb, möhtac, zəlil, ehtiyac içində qalmasıdır. Bunlar səbəblərdir. Əgər bunlar olarsa və bir kəs əlini Allaha qaldırarsa, Allahdan ya Rab deyərək istəyərsə, kasıb bu ehtiyac içində olarsa, musafir olarsa, duası qəbul olunur. Lakin, qardaşlarım, bu qədər səbəblərin cəm olmasına və yığılmasına baxmayaraq, əgər haram loxma ağızdan boşluğa, qarına gedibsə, bu səbəblərdən yüzü yığılsa, qardaşlarım, sənin etmiş olduğun dua qəbul olmayacaq. Bu dualar qəbul olmayacaq heç zaman. Hətta, qardaşlarım, Quran-Kərimdə alimlər deyirlər ki, Peyğəmbərlər dua etdiyi zaman ya Rabla gələn Quran-Kərimdə bütün dualara bax. Peyğəmbərlər ya Rab kəlməsi ilə etdiyi duaların önündə Allah fəstəcəbnə ləh, biz onun duasını qəbul etdiyi deyir. Amma Muhammed sallallahu aleyhi ve sellem öz hədisində bizə bir kişini misal çəkir.
Və deyir ki, bir gün bir səfərə çıxan bir kişi olur. Əşəs, əğbər, bütün tozun torpağın içində əlini qaldırıb Allaha dua edərək deyir ki, duasını və ehtiyacını ya Rab deyərək, dua edərək ehtiyacını istəyir Allahdan. Və Muhammed sallallahu aleyhi ve sellem deyir ki, onun duası necə qəbul olacaq? Çünki o haramlar yiyib. Yediyi haram, içdiyi haram, haramla qidalanıb, bədəninin, əzalarının hər bir zərrəsi haramla böyüyüb. Onun duası qəbul olmayacaq. Baxmayaraq ki, subhanallah, Allah Resulü bizə deyir hədisdə, Allah ona açılmış əlləri geri boş qaytarmaqdan utanar, həya edər, subhanallah. Həya edər. Yəni, elə bir Rəbbin qulu əllərini qaldırıb, bu əllər geri boş qayıtmaz. Allah o əlləri sıfır olaraq, necə hədisdə gəlir, geri qaytarmaqdan utanar. Lakin, qardaşlarım, duanın qəbul olmaq səbəbləri olduğu kimi, duanın qəbul olmasına mane olan səbəblər də var. Onlardan biri də insanın öz boşluğunu, qarnını batil mallarla, haramlarla doldurmasıdır. İnsanların malını xəfif sayması, insanların haqlarını tapdaması, ümmətin sələflərindən var idi, qardaşlarım. Hətta işlədiyi yerlərdə, bağlarda işləyirdilər, bostanda işləyirdilər. Bağda işləyən qardaşlarım əkdiyi ağacların meyvəsini tanıyır, çünki dadır ondan. Lakin ümmətin sələfləri var idi ki, dadını bilmirdilər. Bir gün meyvə istəyir, bağın sahibi. Öz qonaqlarının yanında fəxr etmək, çünki mənim bağımda belə bir meyvələr yetişir. Çünki tanıyır. Bağında, məsələn, 500 şirin ağac və meyvə varsa, 3 dənə turşu var. Lakin həmin adam götürür, gəlir, meyvəni qoyurlar bunun qabağına və yiyən görür ki, meyvə turşdur. Meyvə turşdur. Və ona deyir ki, sən bu bağda şirin olan meyvələri tanımırsan ondan gətir. Deyir ki, mən onlardan yeməmişəm axı. Mən bilmirəm hansı şirindir, hansı turşdur. Sən mənə burada işdə maaş verəcəm demirsən. Meyvədən ye, mənə icazə verməmsən və mən dadmamışam onlardan. Heç birinə dəyməmişəm. Baxmayaraq ki, qardaşlarım, bu urfan, adətən belədir ki, orada işləyirsə, o meyvədən yeyilməsinə zaten icazə verilib yəni. Amma adam təqva və Allahdan qorxması o qədər idi ki, hətta onun icazəsini belə özünün soruşmasına olarmı deyib sonra yeməsinə bağlayırdı. Ondan əvvəl yemirdi. Dəymirdi. Çünki bu qardaşlarım insanların haqqının qorunması sələflərdən biri olur. Bu işə hər gün ağacları sulayacam şərti ilə girir. Bunu götürəndə deyir ki, bağda hər gün ağacları sulayacaqsan. Bir gün qardaşlarım görürlər ki, yağış yağır. Haşim, bu işçi bağda ağacları sulayır. Buna gəlib deyirlər, təəccüblənirlər, nə edirsən sən yağışın altında? Sənin il boyu həmin vaxtın sulama vasitələri ilə sulaya bilməyəcəyin qədərin Allah Azza və Cəllə bir saatda yağış tökərək sulayır. Adam əmin olur, etibarlı olur. Nəinki yeməsində, onun malında, hətta işində verdiyi vədində. Deyir ki, sən məni işə götürəndə yağış yağsa sulama deməmsən. Sən mənə demirsən ki, mən sənə ayın sonunda bu pulu hər gün ağacları sula deyə verirəm. Vəssalam. Onun üçün, qardaşlarım, insanların haqqının qorunması, istər mallarında olsun, istər vədlərdə olsun, istər tapşırılan işlərdə olsun. Bu önəmlidir. İnsan buna diqqət eləməlidir. Allahın qabağına müsəlmanların qanından hansısa bir damcısına olsa belə axmasına, tökülməsinə bais olmadan getməlidir. Allahın qarşısına, öz qarnına, qardaşlarının mallarını batil yerə doldurmadan, onlardan yemədən getməlidir. Çünki bunun üzərində təkcə qarnın doyması və yaxud da mən səni aldatdım deyə
bir şey durmur yəni. Bu qədəri deyil yəni. Bu qısadır, bu azdır. Bu yəni elə də böyük bir, qiymətli bir şey deyil. Lakin qiymətli sənin dualarındır. Çətinə düşəndə yalvarmaqlarındır. Əlin göylərə ucalması, lakin səsin göylərə qapısını döyə bilməməsidir. Və həmçinin qiyamət günü onlara görə insanın əzab edilməsidir. Və həmçinin qardaşlarım, üçüncü halda deyir ki, və dilüvi müsəlmanların namuslarından uzaq tut ki, onlara dil uzatma ki, dilüvi qoru. Qanlarını müsəlmanların qorumalısan və həmçinin yediyivə diqqət edib müsəlmanların mallarını qorumalısan və həmçinin dilvə diqqət etməlisən. Bu önəmlidir, qardaşlarım. İnsan dilinə diqqət etməlidir, danışdıqları doğru olmalıdır. Xüsusən müsəlmanların namusları barədə, xüsusən dinləri barədə, xüsusən özləri barədə. Bu önəmlidir, qardaşlarım. Və həmçinin dördüncü nəsihət və müsəlmanların cəmaatı ilə bərabər ol. Ən önəmli hallardandır və əhl-i sünnənin, qardaşlarım, ən böyük vəsflərindəndir. Əhl-i sünnə heç bir zaman tək, fərd olaraq qeyd edilməyib. Əhl-i sünnə həmişə bizim adımızın önündə cəmaat olaraq qeyd olunur. Necə ki, qardaşlarım, İbn-i Qayyim rahimehullah deyir ki, əhl-i sünnə yer üzərində cəmaat olduqları kimi, qiyamət günü aləmlərin Rəbbi olan Allah Quran-ı Kərimdə həmin o Muhammed sallallahu aleyhi və səlləmə, sahabəyə və sələfin, bu ümmətin sələfinə ən üstün və gözəl şəkildə tabi olanları qiyamət günü də cənnətə tək-tək yox, dəstə-dəstə girməklərini izin verəcək. وَسِيقَ الَّذ۪ينَ اتَّقَوْا رَبَّهُمْ اِلَى الْجَنَّةِ زُمَرًا Cənnətə Rəblərindən qorxanlar gətiriləcəklər bütünlüklə cəmaat olaraq. Cəmaat olaraq, qardaşlarım, tək olmayacaq. Əhl-i sünnə cəmaat olub haqqın üzərində, tevhidin üzərində, sünnənin üzərində, ayə və hədislərin, Abu Bakrın, Ömərin, Osmanın, Əlinin, Talhanın, Zübeyrin, Ayşənin, Xədicənin, Fatimənin, Allah onların hər birindən razı olsun, anlayışı üzərində. Biz cəmaat olmuşuq ta o vaxtdan, Allah Rasulunun ta dönəmindən. Nə üçün biz qayıdırıq ora? Biz yolda kimsəni buraxmamışıq. Biz nə üçün sələfiyik? Önə getmişik. Bir əsrə, iki əsrə, üç əsrə biz elə deyilük biz. Biz birinci günümüzdən bu günə və bundan da qiyamət qopana, yer üzəri tək Allahın olana qədər cəmaatıq. Muhammed sallallahu aleyhi ve sellem, sonra ondan sonra gələn Abu Bakır və sonuncu əhl-i sünnədən kim olacaqsa. Biz onun üçün cəmaatı, qardaşlar, onun üçün sələfiyik. Bizim bağlanmağımız bir əsrə, üç əsrə, yalnız Şeyxülislam'a qədər deyil. Nə Muhammed Abdülvahhaba, nə İbn-i Teymiyyə, nə digərinə. Biz, yəni 3 əsrin, 5 əsrin cəmaatı deyilik. Biz Muhammed sallallahu aleyhi ve sellemin vaxtından, birinci xəlifə Abu Bakrın radiyallahu anh'ın dönəmindən ta sonuncu yer üzərində əhl-i sünnənin, Rəbbim canını alana qədər, qüvvət yerini tutana qədər, yer üzəri təklikdə və bütövlükdə Allahın olana qədər cəmaat ol. Və deyir ki, əgər bacarırsan cəmaatla ol. Cəmaatla olmaq bərəkətdir, qardaşlarım. Haqdır, azmaqdan qorunmaqdır. Və qardaşlarım, bu 4 nəsihət üzərində kitablar yazmaq olar. Saatlar və günlər təşkil edib dərslər keçmək olar. Xütbələr və məuzələr etmək olar. Qısa kəlmələrdir. Lakin baxırsan ki, İbn Ömərdən soruşulan bizə elmi yaz, hamısını deyir. Məktub yazan deyir ki, mənə elmin hamısını yaz. İbn Ömər sanki elmin hamısını elə bunda cəm edib ki, sən bunlara əməl et, sən alimsən. Müsəlmanların qanında haqsız yerə axıdılmasında əlin olmasın. Mallarının batil yerə yeyilməsində dilin, ağzın və qarnın olmasın. Və həmçinin insanların namusunda dilin uzanmasın. Və cəmaatla bərabər ol.
Bütün elm budur sanki. Bütün elm budur. Cəm eləyib burada. Qısa kəlmələr, az sözlər olsa belə, bütün insanların, qardaşlarım, haqları cəm olub. Çünki İslam, qardaşlarım, qanları qorumaq üçün gəlib, axıdmaq üçün yox. Qanları qorumaq üçün gəlib, axıdmaq üçün yox. Və bu sayılanlarda insanların ən çox səhlənkarlıq etdikləri bax bunlardır. Xüsusən də fitnələr vaxtı. Xüsusən də qardaşlarım, fitnələr vaxtı. Allah Azze ve Celle'dən istəyirəm ki, bizi eşidib fayda alanlardan etsin. Ölkəmizi əmnamanlıq diyarı etsin. Necə ki, əlhamdülillah, Rəbbim bizə bu diyarları, İslam torpaqlarını əmnamanlıq diyarı edərək bizlərə bəxş edib. Allah Azze ve Celle bizləri müsəlmanların haqsız yerə qanlarının tökülməsindən, mallarının yeyilməsindən, namuslarına dil uzadılmasından və cəmaatlarından ayrılmasından qorusun. Bizi haqq üzərində etsin, cəmaat etsin və qəlblərimizi haqq üzərində özünə yönəltsin. Nəsihət və tövsiyəm bu qədər qardaşlarım. Allah Azze ve Celle bizə eşidib faydalanlardan etsin. O sallallahu aleyhi nebiyyina Muhammed və alə alihi və sahbihi və səlləm.